həyata təsiri bir sıra ekoloji problemlər yaratmışdır. Havanın, suyun, torpağın çirklənməsi bu belə problemlərə aid edilir. Bəs bu problemlər harada daha çox müşahidə edilir? Şəhərdə yoxsa kənddə? Gəlin şəhər və kənd həyat tərzinin əhaliyin sağlamlığına necə təsir etdiyini araşdıraq. Kənd yerlərində havanın, suyun daha təmiz olması burada yaşayan əhalinin sağlamlığına və uzun ömürlüyünə təsir göstərir. Yay günlərində havalar isti olsa da, torpaq örtüyünün və yaşıllıqların çoxluğu insanlarda xoşovqat yaradır. Şəhərlərdə isə asfalt örtüyünün geniş sahə tutması burada havanın temperaturunun bir qədər yüksək olmasına səbəb olur. Zavodların tüstüsü və avtomobillərdən çıxan zərərli qazlar da buna təsir edir. Kənd yerlərində meyvə-tərəvəz ekoloji cəhətdən daha təmiz olur. Günəş işığı ilə qidalanan meyvə-tərəvəz daha dadlı və vitaminlərlə zəngin olur. Bu isə sağlamlığımız üçün çox önəmlidir. Təbii yolla bəslənmiş toyuqların əti və yumurtası da çox dadlı və keyfiyyətli olur. Şəhər əhalisi isə daha çox öz qidasında broiler toyuqlardan və istixanalarda yetişdirilən tərəvəzlərdən istifadə edir. Kənd yerlərində idman zalları olmur. Ona görə də burada yaşayan əhali fiziki iş görərək idman etmiş olurlar. Hər gün səhər tezdən oyanmaqla malqaranı örüşə aparmaq, odun doğramaq, ot biçmək, əkin-biçinlə məşğul olmaq, həyət-bacada işləmək kənd əhalisinin əsas işləri hesab olunur. Şəhər əhalisi isə daha çox oturaq həyat tərzi keçirir. İşdə kompüter arxasında, avtomobildə sürün arxasında daha çox vaxt keçirmək, eləcə də şəhərdə olan səs-küy bir çox xəstəliklərin yaranmasına səbəb olur. Ona görə də şəhər əhalisinin əksəriyyəti köklükdən və əsəb xəstəliklərindən əziyyət çəkir. Məhz buna görə də bugün dünyanı bürümüş COVID-19 pandemiyası zamanı bu virüsə yoluxanlar və ölənlər arasında şəhər əhalisinin payı daha çoxdur. Dünyada baş verən ekoloji problemlərin qarşısını almaq üçün hamımız birləşməliyik. Bunun üçün evimizi, şəhərimizi, ölkəmizi və ən nəhayət dünyamızı sevməliyik.